Tunika öyrənmək üçün bir neçə metod var. Amma mən sizin üçün ən rahat yollarını öyrətməyə çalışacağam. Vay Ares Smiley. Burada önəm verəcəyiniz tək şey, birincisi ayaqlardan heç bir dəstək almırsınız. Həm bu tutuş. Önəmli şərtlərindən biri barmaqlarınızın tutuş gücünüzün möhkəm olmasıdır. Belə yox, keçirirsiniz bu vəziyyətə və başlayırsınız sallaşmağa. Yavaş, hərəkətin neqativində özünü yavaş-yavaş aşağı salmağa çalışırsınız. Belə bir şey eləməyə çalışırlar. Bu icim deyil. Bu ümumiyyətlə heç nə deyil. Əllərin çiyin bərabərində açıldı, sinəyə qədər endirdin və bu vəziyyətdə belə yox, oynağın dirsəyin içəridə. Hamıya salam dostlar, mən Vasif, yeni YouTube videosuna xoş gəlmisiniz. Bu videoda sizə heç bir avadanlıq olmadan, heç bir zala getmədən edə biləcəyiniz, öyrənə biləcəyiniz metodlara baş salacağam. Tunika öyrənmək üçün bir neçə metod var, amma mən sizin üçün ən rahat yollarını öyrətməyə çalışacağam. Düzdür, zala getməyini, zalda öyrənməyini sizə qısa vadədə daha tez öyrənməyə kömək eləyər. Amma heç bir şərait, heç bir vaxtı olmayanlar üçün park şəraitində, çöldə elə biləcəyiniz metodlardır. İlk metodumuz, belə deyək, mən sizə brusta göstərəcəm. Əllərinizi çiyin bərabərində açırsınız. Nə geniş, nə çox yaxın. Çiyin bərabərində açdınız və buradan dizinizi çökürsünüz yerə, sallanmağa çalışırsınız. Burada edəcəyiniz şey, ayaqlarınızdan heç bir dəstək almadan özünüzü yuxarı qaldırmaq çalışacaqsınız. Bu vəziyyətdə qalxırsınız, düşürsünüz, qalxırsınız. Burada önəm verəcəyiniz tək şey, birincisi ayaqlardan heç bir dəstək almırsınız və ikinci kürəyinizin və qolunuzun gücü ilə özünüzü qaldırmağa çalışırsınız. Düzdür, sizin eləyəcəyinizdə alınacaq metod budur ki, bu vəziyyətdə getmirsə, yüngül təkanla ayaqlarınızdan dəstək alıb çənəyə qədər qalxmağı öyrənmək lazımdır. Bu metodla, bu çox faydalı metodlardan biridir. Birincisi elə bir bədən gücünüzü qaldırmağa çalışırsınız. İkinci irəliləyən zamanlarda heç bir ayaqdan dəstək almadan təmiz özünüzü qaldırmağı öyrənəcəksiniz. Bir də bunun ikinci metodu olaraq, belə deyək, davam ardı olaraq, əllər tərs vəziyyətdə, bu vəziyyətdə, eyni qaydada sallanırsınız bu vəziyyətdə. Düz bu birincidən daha asan da olacaq, çünki burada daha çox qol aktivasiya olur və qaldırmaq sizə kömək edir. Bu vəziyyətdə qalxırsınız, enirsiniz. Bunu həm birinci metod olaraq list eləyin. Həm bu tutuş eləyə bilərsiniz. 3 set, belə deyək, kim neçə sayda bacara bilirsə eləyə bilər. 5 təkrar, 6 təkrar, 10 təkrar və hətta bacara bilirsənsə 15 təkrara qədər qalxa bilərsən. 3 setdən, 15 təkrardan həm bu tutuş, 3 set bu tutuş, 3 set bu tutuş birinci metod olaraq yazırsan siyahıya. Keçdik ikinci metoda. İkinci metodumuz bizə lazım olacaq bir turnikdir. Yəqin ki, hər bir park şəraitində var. Yadınızda qalsın, turnik eləməyin önəmli şərtlərindən biri barmaqlarınızın tutuş gücünüzün möhkəm olmasıdır. Bərk olmalıdır ki, barmaqlarınız sizin bədəninizi, çəkinizi daşıya bilirsiniz. Ona görə ikinci metod, bu vəziyyətdə sallaşırsınız. Barmaqlarınızı belə yox, bu vəziyyətdə yox. Keçirirsiniz bu vəziyyətə ki, bütün barmaqlardan istifadə edə bilərsiniz. Və başlayırsınız sallaşmağa. Bu həm bir növdə sizə boy artırmağa da fayda verə bilər. Yetkinlik yaşına çatmamış adamların boylarında problem olduğu üçün çox adam da belə deyək. Boy sallanmağına kömək eləyir. Bir növdə mənə də kömək eləyir. Hər neysə, 30 saniyə, 15 saniyə, bacarırsansa 1 dəqiqə, mümkün qədər sallanı qalırsan ki, barmaqlarını sənin bədənin çəkisinə öyrəsin. Sənə öyrəsin. İkinci metod olaraq 3 set, yenə də gücündən gücə çox dəyişir. 1 dəqiqədə qala bilərsən, 30 saniyədə qala bilərsən, 15 saniyədə qala bilərsən. 5 saniyə qalsan belə sənin üçün faydadır. 3 setdə ikinci metod olaraq belə deyək, əlavə eləyirsən. Üçüncü lazım olan bizə önəmli bir şey kürək əzələsidir. Çünki turnikdə belə deyək, bizə lazım olan 2 dənə əzələ varsa, biri qolların bərk olmasıdır, yəni bu zubor hissə, həm barmaq, həm qolların və kürəyin bərk olması ki, səni dartsın. Çıxırsınız, yenə turnikə bu vəziyyətdə və burada skapulaları, yəni kürəyinizi bu vəziyyətdə sıxışdırmağa çalışırsınız. Bir növ həm talçoka gedir bu, həm də kürəklə qaldırmağa çalışırsınız ki, bu vəziyyətdə kürək əzələləri bərksin ki, özünüzü darta biləsiniz. Üçüncü metod olaraq saylar yenə də dəyişir, hər adamdan adama dəyişir. 3 təkrar, 1 təkrar vursan belə sənin üçün çox bir faydadır. Yəni bir təkrar vurmadım, eləyə bilmirəm deyə bir şey yoxdur.
eləyə öyrənəsən. 1 təkrar, 3 təkrar, 5 təkrar, 10 təkrar yoxlayırsan. Bunu da yenə 3 set. Üçüncü metod olaraq yoxlayırsan. Bir metodumuz da var, düzdür. Amma orada bizə lazım olan balaca bir turnikdir. Uşaqlar üçün yəqin ki, parklarda sıralama turniklər var. Həm də boya görə dəyişən turniklər var. Və ən balaca turniki seçirsən. Düzdür, mən gücüm var, turnik eləyə bilərəm deyə mən birbaşa qalxacam. Bir də bizə belə daş lazımdır ki, ayağı qoyub ora qalxa biləsən. Əllərin amma bu tutuş yox, bu tutuşda əllər tərs. Bu tutuşda seçməyimizin mənası, səbəbi nədir? Adı üstünə turnik vura bilmirsən deyə bu metodda eləyə bilməyəsən. Yəni belə sərbəst vura bilməyəsən. Amma bu metodda qolundan da dəstək aldığın üçün özünü yuxarıda saxlayıb və eləyə bilərsən, yəni belə deyək. Ona görə bu vəziyyətdə, yəni əlbəttə sən bunu qısa variantda eləyəsən. Burada mümkün qədər sallallı qalmağa çalışırsan və getmədiyi, yorulduğun məmətdə yavaş mümkün qədər özünü hərəkətin negativini deyək. Hərəkətin negativində özünü yavaş-yavaş aşağı salmağa çalışırsan. Yenə deyirəm, balaca turnikdə belə olmayacaq. Bunu qoymağın məqsədi odur ki, sənin boyun daha hündür olsun ki, oradan təmiz tuta biləsən. Yəni, mən belə elədiyimə baxma. Tutdun, bu vəziyyətdə qalxdın və mümkün qədər 10 saniyə, 15 saniyə, 5 saniyə də olsa yenə sənə fayda verir. Bunu da 3 set edə bildiyin saniyələrdə məşqlərə əlavə edirsən, yoxlayırsan. Alternativ olaraq gücünün daha çox artmasını istəyirsənsə, turniki vurmaq istəyirsənsə, jim vura bilirsənsə, jim də sənə fayda verir. Və yaxud bunu əlavə jimə eləyib, sonra turnikə keçə bilərsən. Və yaxud turnik metodlarını yoxlayıb, sonra jimə keçə bilərsən. Jimi də yəqin ki, düzdür, çox adam vura bilmir. Vura bilməməklərin səbəbi oynaqları düzgün işlədə bilməməsidir. Belə deyək, çox adam jim vuranda, bax, birincisi, çox geniş açırlar, belə bir şey eləməyə çalışırlar. Yəni, bu jim deyil, bu ümumiyyətlə heç nə deyil. Yəni, bununla sən qabağa gedə bilmərsən. Düzgün qaydası isə, bax, budur. Əlləri çiyin bərabərində açdın, bu vəziyyətdə. Bax, belə gəlmirsən. Əllərini bax, yaxınlaşdırdın, əllərin sinə ilə paralel olur. Belə deyək, sənin uc hissəsi ilə paralel olsun. Və burada dirsəklərin bax, bu yox. Daha yaxşısı, həmçinin belə göstərim. Və belə yox. O dirsəyi yığırsan içəri bu vəziyyətdə və düşməyə çalışsın. Bax bu. Yəni sənin düzgün işləmə qaydası budur. Yəni bu deyil. Bu sinə deyil, jim deyil. Gəldin bu vəziyyətdə səliqəli işləyirsən. Yəni yenə deyirəm, jim vura bilməyənlərin ən böyük problemi oynaqlarını düzgün işlədə bilməmələridir. Əllərinin hansı məsafədə dura bilməmələri, saxlaya bilməmələridir. Önəmli jimdə önəmli olan iki şey. Əllərin çiyin bərabərində açıldı, sinəyə qədər endirdin və bu vəziyyətdə belə yox, oynağın dirsəyin içəridə. Jimi tək eləyəcəyin üçün düzdür, jimin çox variantları var, amma çox variantları eləyib də özü yormağa ehtiyac yoxdur. Normal jimi vursan, 4 set, 5 set arası eləyə bilərsən, yəni də edə bildiyin saylar sənin asıdır. 3 vura bilərsən, 5 vura bilərsən, 10 vura bilərsən. Jim haqqında da detaylı video çəkəcəm. Bu biraz, belə deyək, əlavə metod kimi eləyə biləcəyinizdir. Qısa bir məlumat olaraq nəzərdə tutun. Jim haqqında da geniş bir video çəkəcəm. Bu qədər. Turnik vurmaq düzdür. Biraz vərdişdir, biraz güzdür. Hər adama dəyişir. Əl adam var gücünün şotuna vurur, əl adam var vərdiş olduğu üçün vurur. Amma turniki öyrənmənin ən yaxşı yolu balacalıqdan öz-özü öyrəşdirmək daha çox yaxşıdır. Çünki irəliyən zamanlarda gücün artır, amma özünü darta bilməyəcəyin səviyyədə artır, belə deyək. Bu metodları bir kənara yazırsan, yoxlayırsan, eləyə bilsən, kommentlərdə mənim üçün bildirirsən ki, yoxladım, fayda verdi. Videonu bəyənib abunə olmağı unutmayın. Fikirlərinizi komment bölməsində yazarsınız. Başqa metodlarda görüşmək üzrə məşq eləyin, məşqsiz qalmayın.